Salam değerli izleyicilerim, kanalımıza hoş gelmişsiniz. Bugün sizlerle dadlı ve asan tortun hazırlanmasını paylaşacağım. 200 gramlıq stəkan ölçüsüyle buraya 1 stəkan şeker əlavə edirəm. 5 adet yumurta, yumurtalar ağarana zaman mikserlə çalırıq. Bir stəkan qatığın üzərinə bir çimdik soda əlavə edib qarışdırıram. Bir stəkan bitki yağı, bir stəkan isə un əlavə edirəm. 1 adet vanil, bir adet ise kabartma tozu. Sobanı 250 derecede kızmağa koymuşam. Buraya yarım stəkanda un əlavə edeceğim. Unu hissə əlavə edin. Undan una çox fərq var. Ununuzdan asılı olaraq qatı və ya da duru ola bilər. Xəmirimizin qatılığı bu cürdür. İkinci korju ise kakaolu hazırlayacağım. Ben 2 korju hazırlayacağım. İkinci korjumu kakaolu hazırlayacağım. Birinci korcum hazırdır. Koyuram 250 derecede kızdırılmış sobada pişmeye. Eyni qaydayla ikinci korjumu da hazırladım. İkinci korju kakaolu eləyəcəyim üçün üzerine 2 xörək qaşığı kakao əlavə etmişəm. Və 1 stəkan isə un əlavə edirəm. Xəmirin qatılığına baxıb yenidən un əlavə edəcəm. Yarım stəkan unu hissə əlavə edirəm. İki xörək qaşığı kakao, stəkan yarım isə un əlavə etdim. İkinci korjum da hazırdır. Qatılıq belə olur. Birinci korjum artıq hazırdır. 13 dəqiqə sobada pişirdim. Nazik korj olduğu üçün tez pişdi. İndi isə ikinci korjumu sobaya göndərirəm. 13-15 dəqiqə arası pişirirəm. Nazik korjlar olduğu üçün tez pişir. İndi isə keçirəm kremi hazırlamağa. Bura qaymaq əlavə etmişəm.
Hər iki korjum da hazırdır. Qoyuram soyumağa. Soyduqdan sonra tortumu yığacağam. Qaymağı çaldım. Zavorna kremi əlavə edirəm üzərinə 1 stəkan. Üzərinə bir banka isə bişmiş qatırlaşdırılmış skuşonunu əlavə edirəm. Korjlarım soyuldu. İndi isə keçirəm tortu yığmağa. Belə bir qabdan istifadə edirəm tortu yığmaq üçün. Korjları kub-kub doğrayıram. Balaca hissələrə bölürəm ki, daha yaxşı kremi çəksin. İçərisinə çiyələk, banan və damla şokoladdan istifadə edəcəm. Bəzəyi zövqə görədir, kim necə istəyir, elə də edə bilər. Mən yaz fəsli olduğu üçün meyvəli hazırlamaq istədim. Tortumuzun görünüşü bu cür olur. İndi isə keçirəm bəzəməyə. Üzərinə ağ şokoladla bəzəyirəm. Ən sonda isə üzərinə çiyələklə bəzəyirəm. 2 saat soyuducuda gözlədib kəsəcəm. Tortumuz artıq hazırdır, çox gözəl alınıbdır. Yumuşaq, əsil yay tortudur. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Göz haqqınızı halal edin, kanalımıza dəstək olub abunə olmağı unutmayın.